Mən bu aradan tanıyıram. Qəşəng görüm bura. Salam aleyküm qardaş. Salam aleyküm, salam aleyküm. Mən sənin videolarınızı alıb görürəm, sən idmançısan deyəsən. Nəyə məşğulsan sən? Boksla məşğulam Bu sizin videolarınızı görürəm, mən bunu tanıyıram mən sən, amma belə yaxşı tanımıram da mən sən. Necə qardaş? 3 round nədir ki, 1 round nədir ki, orada 2 dəqiqə, 3 dəqiqə ringdə durursunuz, döyüşənmişsiniz. Elə bütün hamınıza aiddir sizin. Durursunuz orada döyüşənmiş, diliniz çıxır söylə. Ləhliyirsiniz bütün. Nə var o eləməyə? Qardaş, qıraqdan göründüyü kimi deyil. Nətə qıraqdan göründüyü kimi deyil. Həqiqətən ringdə atmosferi başqadır. Belə şeylər danışma idmançılar haqqında, xahiş edirəm. Yaxşımı? Sadə şeylərdir. Gecədib mən sənə ringdə başlasan, görək nə. Qardaş, yox, eləmə, lazım deyil. Yox, gecədib mən izah eləyim orada. Nə var orada sadə? Gəl ringə, gəl. Düş qabağa. Sakitçilik, havası dəyişir, ringin içi başqa cürdür. Mənə baxışda kifayət. Mən sənə öz yaxşılığımı, bayaqları elədim. Məndən günah getdi. Gəl. Nə oldu? Mən sənə vuramıram, amma yoruluram. Yoruldu? Nəfəsim kəsilir. Nəfəsim kəsilir. Bir zərbədə. Hə. Nə oldu? Nə oldu? Hə? 3 saniyədə başlamışam. Nə oldu? Bəs deyirdin 3 dəqiqə belə vuruşaram, nə bilim 8-10 round belə gedər, hə? Nə oldu? Sizin kimlər də doğuşanlar, monitor arxasından şirədənlər, alırlar əllərini telefon, bütün idmançılar haqqında kommentdə pis sözlər yazırlar. Başqa zürüymüş, hə. Hə, gördün indi başqa zürü. Buradakı atmosfer. Hə. Oldu, ölürsən. Sıx qaqaş çıx, sənə yazığım gəldi. Yoxsa qoy burada şülkdə eləyərdim sənə. Bir də hansı idmançı haqqında pis danışma. Nətər çıxırdın buradan? Bilmirsən nətər çıxırlar? Hə, qapısı var orada, əyil açılacaq qapı. Ona görə də çalışın, idmançılar haqqında heç vaxt mənfi rəylər yazmayın. Həmişə onlara dəstək olmaq, kömək olmaq lazımdır.